tanınmış böyük alimlərdən biri var, Nəcəf alimi. Nəcəfdə oxuyub. O özü deyir ki, mənim alim olmağıma səbəb Nəcəfə gedib Həzrət Əlinin qəbrini ziyarət edib, elm oxuyub, İmam Əli Əleyhisselam haqqında araşdırmağımın, tələb olmağımın, bu elm məktəbinə girməyin səbəbkarı bir dənə qonşumda olan quşbazdır. Göyərçin uçurdandı. Necə? Amin alim danışır ki, bizim qonşumuzda bir göyərçin saxlayan vardı, quşbaz idi. Xəstə idi bu adam bizim dillə desək. Bunun hobbisi göyərçin idi. Bu qonşuları narahat edirdi. Qonşular bundan şikayət elədilər. Polis gəldi, bunun göyərçinlərini aldı, uçurtdu, özünü də apardı, həbsə atdı. 3 ay həbsə yatandan sonra o təzdən gəldi. Həbsxanadan çıxan kimi evinə getmədi. Birinci bazara getdi, təzdən göyərçin aldı, gəldi, təzdən göyərçinləri uçurtdu. İkinci dəfə qonşuları şikayət elədilər, onu həbsə atdılar. Getdi, təzdən neçə ay yatdı, çıxdı. 3 dəfə həbs yatandan sonra mən onun qonşusu, dedim bəlkə gedim buna bir nəsihət edeyim də, mən məhəllə uşağımdır. Yaxınlaşdım, dedim ki, adam oldu. Bu nədir yaxı? Belə şey olar. Sən 3 dəfə həbsə düşmüsən, bir dənə göyərçini öyrə, bir dənə quşbazlığı öyrə. Tərk elə bu işi. Həbsxanadan çıxan kimi elə girəsən, quş alırsan, təzdən gəlsən, yuva vurursan. Mənə nə desə yaxşıdır? Mənə dedi ki, sən aşiq olmusan. Dedim, başa düşmədim. Dedim, mən aşiqəm. Mən göyərçinlərin aşiqiyəm. Mən quşbazam, mən bu işin aşiqiyəm. Bu yolda hələ yenə də nə lazım olsa, həbsə düşməyə hazıram. Sən ümumiyyətlə sənin aşiq olduğun şəxs kimdir? Mən də dindar adamam, namaz qılım, nə deyim? Deyim ki, maşını sevirəm. Deyim, mənim ağam, eşqivə qurban. Kimdir? Ağam Əlidir. Dedi, Əli Əslamdır. İndiyə qədər Həzrət Əliyə görə 5 gün türmədə yatmısan, diş illə yemisən, başı ağrıdımısan. Deyir, mən xəcalət çəkdim. Bir quşbaz öz quşuna görə deyir, aşiq olmuşam. Aşiqim, məşuqu olan bağlığı üçün hində həbsdə yataram, o quşdan əl çəkmərəm. Mən deyir, onun sözü tutdu məni. Mən işimi, gücümü atdım, getdim Nəcəfə dərs oxumağa. Yəni, alimdir. Necə aşiqsən? Məşuqsun, başını ağramaq istəmirsən, pul xərcləmək istəmirsən, söz demək istəmirsən, həbsə gedmək istəmirsən. Ada, bu nə oldu? Ancaq gözləyirsən ki, öləndə ağam Əli Əslam gələcək, başım üstə mənə kömək olacaq.